فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Və aleykum salam və rahmetullahi və barakatuh. Əziz qardaş, bu suala gəldikdə nikah nədir, dini nikahın əhkamları, şərtləri və qaydaları və həmçinin mehr haqqında verilmiş suala gəldikdə ilk öncə bizim bilməmiz lazım olan məsələ budur ki, evlilik bir müsəlmanın həyatında, istər kişi olsun, istər qadın olsun, müsəlmanın həyatında ən önəmli olan məsələlərdən və hallardan biridir. Ən önəmli bir hadisədir, hansı ki, insanın həyatında yer tutur. Onun üçün biz bilməliyik ki, evlilik peyğəmbərlərin və rəsulların sünnəsidir. Allah Azza və Cəllə rəsullar göndərmişdi bizdən öncə hər birinə. Allah Azza və Cəllə zövcələr və həmçinin zürriyyət vermişdi. Allah Azza və Cəllə Ər-Ra'd surəsinin 38-ci ayəsində bu barədə bizə xəbər verir. وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً. Biz səndən öncə rasullar, elçilər göndərdik, biz onların həm arvadları, həm də övladları verdik. Və bu möminlərin yoludur, evlənmək və yaxud da qadınlar üçün ərə getmək. Və Allah Azza və Cəllənin əmrinə itaət etməkdir, əmrinə cavab verməkdir. Çünki Allah Azza və Cəllə Nur surəsinin 32-33-cü ayələrində evli olmayanları evləndirməyə bizə əmr edir. Və həmçinin bu Muhammed sallallahu aleyhi və səlləmin əmrinə itaət etməkdir. Allah Rəsulü İbn Məsud radiyallahu anhunun hədisində bizə buyurur ki, ey cavanlar toplumu, sizdən kim evlənməyi bacarırsa evlənsin. Onun üçün evlilik Allahın və Rəsulunun əmrinə itaət etməkdir, əmrlərinə icabət etməkdir. Və həmçinin iki cins, iki növ arasında bir-birinin çağırışına nikah çağırışı ilə cavab verməsidir. Bir-birinə onlara halal olan yolla yaxınlaşmasıdır. Evlilik, şəri evlilik bu kişi ilə qadının arasını birləşdirən, halal edən hallardandır və bunun şəriətin bu barədə böyük bir məqsədləri var, hörmətli məqsədləri var. Birinci, qadınların qorunması, pisliklərdən, pis niyyətlilərdən, pis hallardan, pis yollara düşmələrindən və həmçinin insanın öz nəslini qorumasıdır, öz soyunu qorumasıdır və həmçinin evlilik insanın həm özünün, həm də ətrafda olanların namusunu qorumasıdır. Və həmçinin şəriətin evlilikdən başqa bir məqsədləri də var. Bu da insanın öz nəfsinin sakit olması, qadınında evlənmiş olduğunda sakitliyi tapmasıdır. Və bu barədə əgər biz danışası olsaq evliliyin hikmətləri, evliliyin məqsədləri uzun bir cavab olar. Sonra isə bununla kifayətlənirəm. Sonra isə nikahın əhkamları nədir? Nikahın 3 əhkamı var, 3 rüknü var. Birinci, onların kişi ilə qadının evlənməsinə mane olan halların aradan qalxması. Yəni, evlənmək istəyən iki şəxsin, kişi ilə qadının evlənməsinə mane olan heç bir şey olmamalıdır. Bu birinci rükundur. Yəni, nikahın səhih sayılması üçün, məsələn, məhrəmlərdən olmamalıdır, öz nəslindən olmamalıdır, eyni anadan ya süd qardaşımı, süd əmmiş və yaxud da qardaş və bacı, süd qardaşı və bacısı olmamalıdır. Və yaxud da ərə gedəcəyi kişi kafir olmamalıdır. Bu birinci rükundur, hansı ki, evliliyə, kişi ilə qadının evlənməsinə maneələrdir. Demək, birinci rükun bu oldu ki, evliliyə, qadınla kişinin evlənməsinə heç bir maneə
olmamalıdır. İkinci rükun isə evlilik tələbinə cavab verilməlidir. Və bu da qadının vəlisinin filan qadını sənə ərə verdim sözü olmalıdır. Üçüncü rükun isə kişinin bu evliliyi qəbul etdim deməsi, istər qadını alan kişi, istərsə də onun məqamında, onun yerində təyin olunmuş birinin bunu deməsi. Sonra isə bu üç rükundur, hansı ki evliliyin səhih olmasında. Sonra isə evliliyin şərtləri var, nikahın şərtləri var, hansı ki bu şərtlər olmadan nikah səhih sayılmaz və doğru olmaz. Birinci, evlənən kişi və ya qadın təyin olunmalıdır. Yəni, oğullarımdan birinə alıram və yaxud da qızlarımdan birini ərə verirəm olmamalıdır. Burada ya işarə ilə, məsələn, barmağı uzadıb, bax, buna evləndirirəm deyərək göstərməklə və yaxud da adını çəkməklə evlənən kişi və ya qadın müəyyən bir şəxslər olduğu təyin olunmalıdır. Bilinməlidir ki, kim ərə gedir, bilinməlidir ki, kim alır. İkinci, hər iki tərəfin razılığı. Qadın, evlənəcək qadının da razılığı olmalıdır, kişinin də bu barədə razılığı olmalıdır. Hər iki tərəf ərə gedəcəyinə və yaxud da alacağına razı olmalıdır. Onun üçün Muhammed sallallahu aleyhi və səlləm hədislərində əri ölən dul qadından soruşulması və onun bəli, ərə getmək istəyirəm, buna getmək istəyirəm səslə deməsi, bikir və bakirə olan qızdan isə icazəsinin alınmasıdır. Bəzən başı ilə işarə edə bilər, bəzən susmağı ilə, əgər etiraz etmirsə, artıq bu onun razılığını bildirir. Çünki susmaq da razılıq əlamətidir. Üçüncü şərt nikahın doğru olmasının qadını öz vəlisi ərə verməlidir. Vəlinin qadını ərə verməsi bu şərtlərdəndir. Yoxsa nikah səhih sayılmaz. Qadın özünü ərə verə bilməz. Necə ki, hədisdə gəlir, hər hansısa bir qadın vəlisi onu evləndirməzsə, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir. Dördüncü şərt isə bu evliliyə, nikaha şahidlərin olması. Muhammed sallallahu aleyhi və səlləm hədisdə deyir, vəlisiz və iki şahidsiz evlilik yoxdur. Sonra isə təkidli olan hallardan biri də evliliyin elan edilməsidir. Yəni bizdə buna toy deyilir. İnsanlara elan edilməsi, kimin kimi alması, kimin kimi ilə evlənib, hansısa qadının kiməsə ərə getməsinin elan edilməsidir. Sonra isə üçüncü məsələ vəlinin şərtləri. Yəni vəli hansı bir vəsflərdə və hansı bir halda olmalıdır ki, o qadını ərə verə bilsin. Birinci, vəli hansı ki qadını ərə verir, ağıllı olmalıdır. Dəli biri heç bir kəsi nə ərə verə bilməz, nə də evləndirə bilməz. İkinci, həmin vəli sayılan, vəli adlandırılan şəxs hədd-i-buluğa çatmış olmalıdır. Uşaq qadını evləndirə bilməz və ya ərə verə bilməz. Üçüncü, hur, azad olmalıdır, kölə olmamalıdır. Dördüncü, dinləri eyni olmalıdır. Çünki kafir bir istər atanın, istərsə də yoxdursa qardaşın və yaxud da vəli sayılacaq kəslərin müsəlman bir qadına vəli durması icazəli deyil. Heç bir kafir müsəlmana vəli dura bilməz. Nə kişinin, oğlan tərəfin, nə də qadın tərəfin vəlisi kafir ola bilməz, nə də dindən çıxmış bir mürtəd müsəlman qadın və kişinin vəlisi ola bilməz. İstər dinləri başqa olan olsun, istər ateist olsun, istər dinsiz olsun, fərq etməz. Onlar müsəlman kişi və yaxud da qadına vəli dura bilməz. Sonra adil olmalıdır, ədalətli olmalıdır. Burada bəzi alimlər şərt olaraq qoyurlar ki, fasiq və aşkar günahlar edən olmamalıdır.
Lakin bəzi alimlər deyir ki, zahirdə ədalətli görünən biridirsə, bu bəs edər. Allah daha gözəl bilir. Bu da qadının məsləhəti üçündür ki, onu ərə verən biri fasiq və yaxud da öz mənfəətləri üçün ortada hər hansısa bir şeyi gütməsin. Sonra isə vəli kişi olmalıdır. Kişi olmalıdır. Çünki Muhammed sallallahu aleyhi ve sellem deyir ki, qadın qadını evləndirməz, nə də qadın özünü ərə verməz. İbn Məncə hədisi rivayət edir və hədis səhihdir. Və həmçinin seçə bilmə qabiliyyəti olmalıdır vəlidə. Və bu da bir insanın nikahın hər hansısa hal üzərində baş verməsini başa düşməlidir. Başa düşməlidir və nikahın faydalarını və digər məsələləri bilməlidir ki, bu işin sonu nədir, evlilik nədir deyə. Vəliliyin sırası nədir? Məsələn, qadının vəlisi sırası ilə kim ola bilər? Alimlər, fəqihlər bunu tərtib olaraq qoymuşlar. Ən yaxın olan varkən ondan aşağı olana keçmək olmaz. Yoxsa bu şərtin itirilməsi olar. Qadının vəlisi ilk öncə olaraq atasıdır. Sonra isə atasının vəsiyyət etdiyidir. Məsələn, atası deyir ki, bu olsun. Sonra babasıdır. Sonra oğludur. Sonra qardaşıdır. Sonra əmisidir. Sonra atasının əmləridir. Sonra isə ona nəsildə, nəsəbdə ən yaxın olanlardır. Sonra isə əgər bunlar yoxdursa onu evləndirəcək sultandır, müsəlman olan başçıdır və yaxud da onu əvəz edən hər hansısa bir qazi, vali və yaxud da məscid imamı və yaxud da təyin olunmuş icra hakimləri və yaxud da onu evləndirə biləcək hər hansısa bir kəsdir. Mehrə gəldikdə isə mehr evliliyin nə rükunlarından, evliliyin doğru olma rükunlarından, nə də nikahın səhih olma şərtlərindən deyil. Lakin mehrin verilməsi qadının haqlarındandır. Qadına düşən paylardan və bunun verilməsi də vacibdir. Və həmçinin mehrin az olması həmin qadının xeyirli olmasına dəlalət edir. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, qadınların ən xeyirlisi mehri az olandır. Yəni, qarşı tərəfdən böyük bir miqdarlarda çox böyük mehirlərin istənilməməsi. Lakin müsəlman bilməlidir, bu şərt deyil və yaxud da evliliyin rükunlarından deyil. Yəni, evlilik mehr olmazsa və yaxud da birdən verilməzsə, evlilik səhih sayılır. Bu, doğru düzgün nikahdır. Lakin və həmçinin mehrin tez verilməsi və yaxud da gecikdirilməsi müəyyən bir vaxta qədər bunun üzərində şərtlə danışılması ki, məsələn 5 ildən və yaxud da 3 ildən sonra verəcək, bu da doğrudur və icazəlidir. Lakin şərtlərdən yenə bayaq dediyimiz kimi və yaxud da rükunlardan biri deyil. Mehr olmazsa da evlilik doğru və səhihdir. Lakin qadının haqqıdır və kişiyə də qadının haqqını, mehr haqqını verməsi vacibdir. Evlilik, mehr, nikah və şərtləri və rükunları haqqında bu suala verəcəyimiz cavab bu qədər Allah daha gözəl bilir. Və sallallahu alə nəbiyyina Muhammed və alə əlihi və səhbihi və səlləm.